Selamünaleyküm. Mən elə deyirəm ki, video çəkməyəcəyəm, canlı yayın açmayacağım. Amma yenə bu şərəfsizlər bəziləri var, mutilyalar var, adam özündən çıxardır, məcbur qalır. Onsuz, onu başa düşürəm ki, bir videoya ortaya çıxmayan 100-dən də video çəksəm, canlı yayında açsam çıxmayacaq. Bu şərəfsiz Rəşad, Rüfət, Murada aiddir. Amma bəzi mutilyalar var ki, adam özündən çıxardır, onu bir partlayır. Bilmir neynəsin, məcbur yenə gəlir, çəkir video, sözün çatdırır. Bu mutilya vüsaldan danışım. İyun ayının 18-i buna Telegramda mesaj yazdım. O vaxt bunu götdü başladan bildim. Bir tanımırdım, açırdım, TikTokda qabağıma çıxırdı. Gördüm belə ağıllı danışır. Dedim, yəqin düzgün adamdır. Bu Varavskolardan danışırdı axı. Bu məndən yazdı, salam necəsən, səs at, qulaq asaram, indi danışamıram. Bu Rüfətin adını eşitdim, mən mesajıma cavab vermədi. Paylaşacağım da onu. Müəyyən tarixlərdə 21-i, 26-sı, iyul ayının 3-ü, 15-i və s. Müəyyən tarixlərdə 10 dəfə buna ayrı-ayrı tarixlərdə yazmışam, sual mənlə əlaqə saxla, nöqtə qoymuşam, sual şərsi qoymuşam, cavab yazmayayım. İlk videomu sentyabrın 24-ü mən çəkdim. Buna attım Telegramda, ondan sonra başladı mənə zəng eləməyə. Ən azı bu şərəfsiz sınıfda deməlidir, indi deyir, bu şeydir, Paykovoydur. Bunu kimsə öyrədib, dövlətə işləyir. Ən azı bu onu deməməlidir. Çünki bu əvvəldən bilirdi ki, mən Rüfətlə mənim söhbətim var. Mən bunu axtarıram ki, nə şişansın, nə kabab. Yəni, heç kəs bilməsin də bir daş altda, bir daş üstdə bu söhbət həll olsun. Bunu bu çox gözəl bu bilirdi. Bu deyir, dövlətə işləyir, oraya işləyir, buraya işləyir. Yəni, şər atır. Qayıdır, şər atır və görüşmür. Birinci ki, buna asılıq yetirir. Bax, belə dövlətə işləyirəmsə əgər. Azərbaycan dövlətinin burayla bir müqaviləsi yoxdur, gəlib buradan adam tutub ora aparsın. Yəni, dövlətə işlədiyimin, lap işləsən, burada o əsassız sayılır. Sən mənlə görüşsən də, görüşməsən də, mən dövlət işçisi olsam belə, sənə tutub aparmağa mənim hüququm yoxdur. Yəni, bu dövlətə işləyir, Paykovoy sözlərini qoy qırağa. Düzdür, mən səni buradan apara bilməyəcəmsə, bu dövlət adını hallandırmaqla heç bir şey əldə eləmirsən. Sən o vaxt bura Türkiyə olsaydı, mən gəlsəydim Türkiyəyə, dövlət işləsəydim, səndən görüşsəydim, səni tutub apara bilərdim Azərbaycana. Amma burada yox, yəni o söhbəti qoy qırağa, qutar bu söhbət. Biraz şərəfin olsun, biraz vicdanın olsun, sənə mən nə qədər mesaj yazıb demişəm, səndə vicdan yoxdur. İkincisi deyirsən ki, maldan soxsan, kayıf da olsan. Yalan deyənin var yox olsun ki, rastlamırsan, getdi. Şərəfsiz, bax, burada deyirəm. Tuxun çatır, ürəklisənsə, yervidlə gəlib görüşürəm. Mən səndən görüşdüm, sənə tutub aparamayacam ki. Ya sənə verən Allah, ya mənə verən Allah. Suqallıq eləmə, buran polisin zadını qatma, heç kimi çağırma, deyə görüşürəm. Gör sənə saçımı qırxıram, yoxsa yox, sənə başımı kəsər eləyib, sənə videomu çəkirəm, yoxsa yox. Sən getdin öz yerimə, sənə bir quş. İkincisi, bu Rəşad, Murad, Rüfət. Lan onsuz cavabımı verəcəm, ha belə, ha elə. Mən gedirəm Türkiyəyə, gələrlər, görüşərik. 3-4 dənə də paçan zəng eləyir. Mənə ki, haradasan yer bilməm. Birinci, Rəşad, Murad, Rüfət özü hörmət eləyir. Özü hörmətini, cəmatı yığın deyin ki, bizi biabır eləmə. O zəng eləyənlər məni yox, sizi biabır eləyir. Görün, nə gündəsiz ki, 17 yaşlı, 18 yaşlı uşaqlar sizin yıxır. Sizdən hünərlidir, sizin hünəriniz yoxdur. Bildiniz? Rüfət nə deyir? Bir dənə paylaşıb ki, Tural dövlətə işləyir, xarici kəşfiyyatın işçisidir, DTX xarici kəşfiyyatın işçisidir, Vüsal paylaşıb. Bu da səs paylaşır. Qardaş, mən canlı yayında o 2 nəfərin şəklini göstərmişəm, mənə gələn səsi də canlı yayında göstərmişəm. Bir insandır, içkin düşüb 2 nəfər, balaları var, ailəsi var. Mən bunu dərk eləyirəm, mənim də vicdanım var, istəyirəm yaxşılıq eləyəm. Bu ən normal bir şeydir. Mən oturub sən kimi o qəhvələrin qabağında varata aldırıb onları tərifləmirəm. Mən deyirəm ki, bax, kimsə bu adamları görübsə, bu adamlardan xəbəri varsa, insanlıq eləsin, yaxşılıq eləsin və lap bunları tanımayanlar da belə bir şeyləri görsünlər, bunların yolu yoldur, bunlar adamdır. Bu, burnun maldan qaldıra bilir ki, həyatı görsün. Bunu Rəşad bədbəxt edib qoymur, göndərib ora, Muradlı qoyub yanında.
özü də qəşəng özü üçün şərait qurur, yeyib içir. Rəşadı deyirəm də, Rəşadı axırda rəhmətli Rövşən klanında olan artıq 50% ağlı başında orada adamlar var. Yəni hər yerin biraz ağlısı, axmağı da var. Yəni bu 50% hamının üstümə gəlməsin ki, bizi təhqir yox, təhqir eləmir. Rəşada haqq verəndən Rəşad ağıldadır. Həqiqəti dəyişiləyənlər ağıllı adamlardır. O 50%-dən elə Rəşadın ölümü olan əlində olacaq. Çünki çox yalan danışır. Bu belə, bunlar üçün Türkiyə deyəcəm. Bunların şərəfi o varsa gəlsin. Bu söhbət öyrə, məni oradan buradan yığmasınlar. Məni yığanlar, bax deyirəm sizə, çatmıyor, tupo şeysiz. Məni yığanlar, ya yığırsınızsa Rüfəti qoşun konfransa, əgər Rüfət sizi tanıyırsa, onda sizlə danışaram, sizlə görüşürəm. Qoşa bilirsiniz, yox, qoşa bilmirsiniz. Bax, Vüsal, burada deyirəm, çıxıb orada qəhbə danışmasın. Vüsal, sənin var ha, saçımı kəsəcəm, səni keçələyəcəm. Bir də Vüsal bizim dövlətin bayrağın, gerbin söyan adamdır. Sən xainsən, sən şərəfsizsən, sən öz ölkəvi, öz torpağını elə səhv axtarsan. Mənə də deyir ki, dövlət tərəfi danışır. Yəni, dövlətin tərəfini saxlayır. Qardaş, Azərbaycan vətəndaşıyam da, mənim indi problemim var, ölkəmə edməyəcəyim. Normal adam mənim başa düşür ki, mənim səhv problemi inşallah həll edib, ölkəmə edəcəm, ölkəmdə yaşayacam. Mən siyasətçi deyirəm ki, ölkəmə qarşı çıxım. Hər yerdə beləsi də var, eləsi də var. 92-ci ildə müstəqil olan ölkəyik. Bu cümlədə də şükür, get-gedə də yaxşı olacaq. Yəni, misal, dövlət hissi deyiləm, düzdür. Laf belə olsan, belə bir hüququm yoxdur, səni buradan götürüm, ora aparım. Yəni, bəhanələri qoy qırağa, gəl görüşə, sənin saçını qırxacaqlar. İnşallah mənə qismət olar, mən qırxıb keçən ili paylaşıram, onsuz sən üçün bura gələn gəlib, çox quşlamısan, sənin onsuz ağzını qaşıyacaqlar. İkincisi, bu Rüfət mənə zəng eləyəndə, mənə yox. Onun tərəfindən zəng eləyin ona, deyin ki, bu səni nə qədər təhqir eləyir, çıx cavabını versin də. Baxın, Rəşadın səsləri yayılmışdı, düzdür. Onun əvvəl Rüfət deyirdi, Tural tanımıram, Murad deyirdi, pul almamışam, Rəşad deyir, pul da almışıq, Tural da tanıyırıq, bizlə də görüşür. Amma başqa cür danışır. Rəşadın olsa ağzını tıracaq, Rəşad çox adama ilişir, Rəşadı tanıyan tanıyır. İndi bu sefer onun şəklində qoyacağım, Vüsalın da şəklini qoyacağım bu videonun altında. Vüsalın kişiliyi var, mənlə görüşsün. Mən onun saçını kəsim, qaşını da kəsim, Sibelcandır da ona ad vermişəm, Sibelcan. Onun işini həll edeyim. Qalan da 10 günə, bir həftəyə Türkiyə edəcəm. Rüfətin, Rəşadın, Muradın götü varsa gələr. Mən üç nəfərdən başqa yenə deyirəm, heç kimlə işim yoxdur. Əgər onların tərəfindən kimsə məni düşmən görür, gələcəksə, onun üçün də yaxşı olmayacaq. Heç kim öz-özünü bədbəxt eləməsin. Naxalını yerə mənə ilişməsin. Mən heç kimin adamı deyirəm. Mən özümün adamıyam, özümün olan hörmətsizliyi öyrəm. Səhvə görə onları cəzalandıracaq. Qaldı ki, çox deyir Rəşad, mal soxur. Bu Vüsalda səs atıb ki, mal soxur çıxsın. Yalan deyənin var yox olacaq. Rəşad sənin də payı var, Vüsal sənin də payı var. Vurdunuz,